Uşağım çimdi çölə çıxdı və meningit oldu. Meningit kimi ağır bir xəstəlik bu qədər asanlıqla yoluxa bilərmi bir uşağa? Ümumiyyətlə meningit nə deməkdir? Gəlin qısaca el arasında adı çoxallanan bu xəstəliyin əslində nə olduğunu izah edək. Beynimiz kəllə sümüklərinin içərisində xüsusi zərlərlə əhatə olunaraq qoyulmur və biz bu zərlərə meninks deyirik. Meninkslərin infeksiyalaşmasına, irinləşməsinə isə meningit deyirik. Meningit zamanı beynimizin içində və çölündə olan maye irinləməyə başlayır. Bəs infeksiya beyinə hansı yollarda keçir? 1. Çox vaxt qanda olan mikroblar beynin qan damarlarını dövr eləyir və gəlib beyinə keçərək meningitə səbəb olur. Xüsusilə daha kiçik uşaqlarda beyin damarlarının baryer funksiyası olduqca zəif olur. Bu səbəbdən də 1 yaşından kiçik uşaqlarda hər hansı bir qızdırma epizodu olarsa, meningit olacağını nəzərdə tutub mütləq həkimə aparın. 2. Bəzən keçirilmiş qrip, sinuzit, orta qulaq infeksiyasından sonra da bu infeksiya sümüklərə, oradan beyinə rahatlıqla keçə bilir. Əgər biz bu ilk infeksiyanı yarımçıq müalicə etsə və ya müalicə etməsək, meningitlə nəticələnə bilər. Odur ki, bu xəstəlikləri öz başına evdə müalicə etməyin. 3. Travma meningit üçün ən ciddi təhlükə hesab olunur. Xüsusilə açıq kəllə beyin travmalarında meningitin yaranması çox sürətlə baş verir. Bəzən isə açıq cərrahi əməliyyatlardan sonra meningit yarana bilir. Bir uşaqda meningit olarsa bəs onu nələr gözləyir? Bu müalicədən xəstəliyin gediş sürətindən asılı olaraq dəyişə bilir. Bəzən xəstələr tamamilə sağalsa da bir çox hallarda əlil qala bilirlər. Daha da ağır hallarda dirəncli epilepsiya xəstəliyi ilə yaşamalı olurlar. Ən ağır hallarda isə ölümlə nəticələnir. Bəs meningitdən övladımızı necə qoruyaq? Bununla bağlı növbəti videomuzda.